Beşincilər, deməli biz bugün ədədi ifadələr mövzusunu öyrənəcəyik. Ümumiyyətlə ifadə nə deməkdir? Birincisi uşaqlar, ifadə hər hansısa bir şeyi riyaziyyatda etməkdir. Məsəl üçün 2 + 3, 5 + 7. Bunun adına biz ifadə deyirik. Gəlin indi araşdırma müzakirə ilə başlayaq. Deyək ki, mötərizələri elə qoyun ki, alınan bərabərlik doğru olsun. Yəni bu nə deməkdir uşaqlar? Məsəl üçün yazıb 5000 çıx 4 vur 831 çıx 18-in kvadratı bərabərdir 2000-ə. Bu biraz məntiqə gedirdi. Elə bil ki, aşağıda yazıb ki, öncə yazaram 100 üstə gəlsin 5200 bölünsün 26 çıxılsın 13 və çıxılsın 18-in kvadratı çıx 300 çıx 24 bərabərdir 500. Deyir, mötərizələri hardan qoymaq lazımdır ki, cavab 2000 eləsin. Yuxarıda, aşağıda isə 500 eləsin. Deməli, öncə mən burada, məsəl üçün, gəlin birincini işləməyə çalışaq. Və ikinci ifadədə uşaqlar, bir mötərizəni bura qoyaraq, bir mötərizəni də bura. O zaman 100 üstə gəl, 5200 böl, 26-dan 13 çıxanda 13 eləyir, çıxılsın. Bu ifadə də 0 verir bizə. Bu da bərabər olur, 100 üstə gəlsin, 5213 bəndə 400 eləyir, bərabərdir 500-ə. Yəni, bu formada gedirik. İndi gəlin baxaq öyrənmə mövzusunda görək bizə nə deyir. Və deyir ki, əməllərdə ardıcıllıq necə olmalıdır? Ümumiyyətlə, uşaqlar, baxın, fikir verin. Ədədin qüvvəti daxil olan ifadələrin qiymətini hesablayarkən əməllər deyir, bu ardıcıllıqla yerinə yetirir. Birincisi, uşaqlar, bax, mötərizə bizim sanki belə düşündə, qırmızı çizgimizdir. Əgər hər hansısa bir ifadədə mötərizə varsa, birinci mütləq mötərizənin içərisi işlənməlidir. Sonra, qüvvətə yüksəltmə varsa, deyir, qüvvətə yüksəltməliyik. Vurma və bölmə əməli varsa, onları etməliyik. Təbii ki, soldan sağa doğru, yəni ardıcıllıqla. Ən sonda toplama və çıxmanı eləməliyik. İndi baxın, uşaqlar, burada görürsünüz. Birinci nə edirik? Öncə qüvvətə yüksəldirik, sonra vururuq iki ifadəni bir-birinə, daha sonra toplayırıq. Deməli, 3-ün kvadratı 9 veribdir, 9-u 2-yə vurublar 18, 18-in üstünə 13 gəliblər. Və salam. İndi gəlin çalışmalara baxaq uşaqlar. Deyir ki, hesablayın. Yəni, hansı ardıcıllıqla yerinə yetirəsiniz. Və gəlin indi baxaq. Birincisində biz nə görürük? Görürük ki, 5-in kubu çıx 3-ün kvadratı. Birinci addımda biz nə etməmiz lazımdır? Unutmayın, bax, birinci addım. Qırmızı ilə yazıram. Birinci addım budur, kuba yüksəldəcəm. İkinci addım buranı kvadratı yüksəldəcəm. Üçüncü addımsa çıxacam. Deməli, nə edəcəm? 5-in kubu 125 eləyir. 3-ün kvadratı 9 eləyir və 125-dən 9 çıxanda 116 qalacaq. Deməli, birincinin cavabı 116. İkinci, 5-in kubu vur 4-ün kvadratı. Öncə birinci addım uşaqlar nə etməmiz lazımdır? Kuba yüksəldirəm, ikinci addım kvadratı yüksəldirəm, 4-ü, üçüncü addımda isə vururam. 5-in kubu 125 eləyir, 4-ün kvadratı 16 eləyir və 125-i vuracaq 16-ya uşaqlar alınacaq 1625. Üçüncüsünə keçirik uşaqlar. 56 bölünsün 8 üstə gəl 7-in kvadratı. Deməli, birinci addımda bölməni eləyirik. Daha doğrusu birinci addımda kvadratı yüksəldirik. İkinci addımda bölməni eləyirik. Üçüncü addımda isə toplayacaq. Və yaxud da fərq yoxdur. Birinci 56-ın 8-ə də bölə bilərsiniz. 56-ın 8-ə bəndə 7 düşür. Üstə gəlsin 7-in kvadratı 49 eləyir. Bu da eləyəcək yenə 56. Dördüncüsünü işləyirik. 7-nin kubu vur 6-nın kvadratı. Birinci addımda nə edəcəyik? Kuba yüksəldəsik. İkincidə 6-nın kvadratı. Üçüncü addımda isə onları vuracaq. Deməli, 7-nin kubu 7-ni 7-yə vuranda uşaqlar 49 eləyir. Tezdən bir dənə də 7-yə vuranda 343 eləyir. Vurulsun 6-nın kvadratı 36 eləyir. 343-ü də 36-ya vuranda 12348 eləyəcək. Deməli, 5-ciyə keçirik uşaqlar bura. 2-nin kubu üstə gəl 10-un üstü 4. Deməli, birinci 2-ni kuba yüksəldirik. İkinci 10-un üstü 4 dəfə artırıq, sonra bunları toplayırıq. 2-nin kubu 8-dir, 10 üstü 4 alınacaq neçə uşaqlar? 10.000. Bunu da cəmi bizə verəcək nə? 10.008. 6-cı sualı keçirik. 10-un kvadratı böl 5-in kvadratı. Öncə birinci qaydada 10-un kvadratı yüksəldirik. İkinci 5-in kvadratı yüksəldirik. Üçüncü də bölürük. 10-un kvadratı 100-dür. 5-in kvadratı 25-dir. 125-ə bəndə 4 düşür. 7-ci sualda 13-ü vur 5-ə çıx 8-in kvadratı. Birinci 8-i kvadratı yüksəldirik. İkinci 13-ü 5-ə vururuq. Üçüncü çıxıracaq bu ifadələri. Deməli, birinci 8-in kvadratı eləyir 64.
13'ü də 5'ə vuranda 65. 65'dən 65 4 çıxanda 1 qalır. 8-ci uşaqlar. 10'un kubu böl 2'nin kubu. Deməli 10'un kubu uşaqlar birinci işləyirik. 2'nin kubunu ikinci işləyirik. Sonramda böləcəyik. 10'un kubu eləyir 1000. Bölünsün 2'nin kubu 8. 1000'i 8'e böləndə düşəcək 125. 9-cu suala keçirik. 4'ün kubu üstə gəl 3 vur 5'in kvadratı. Birinci nə edirik? 5'i kvadrata yüksəldirik. İkinci bu ifadələri bir-birinə vururuq. Üçüncü 4'ü kuba yüksəldirik. Dördüncü isə toplayacağıq. Deməli nə yazacağam? Yazacağam ki birinci nə edirik? 5'i kvadrata yüksəldirik. 4 üstə gəl 4'ün kubu üstə gəl 3 vur 25 bərabərdir. 4'ün kubu üstə gəl 3 25'e vuranda 75. 4'ün kubu da 64'dür. 64 üstə gəl 75 139'u verəcək bizə. Keçirik 10-cu sualı işləyirik. Bu sonuncudur. Gəlin yaxından baxaq. Deməli yazacağıq nə? 5 vurulsun 4'ün kvadratı çıx 2 vur 3'ün kubu. Birincisi uşaqlar baxın. Kvadrata yüksəldərəm 4'ü. İkinci vuraram 5'ə. Soram üçüncüsü 3'ü kuba yüksəldərəm. Dördüncü vuraram 2'ye. Beşinci isə alınan ifadələr bir-birindən çıxaram. Deməli 5 vurulsun 4'ün kvadratı eləyəcək 16. Çıxılsın 2 vur 3'ün kubu bərabərdir. 5'i 16'ya vuranda 80 çıxılsın. 2 vurulsun 3'ün kubu eləyir 27 bərabərdir. 80 çıxılsın 2'ni 27'ye vuranda 54 eləyir bərabərdir. 80'dən 54 çıxanda qalacaq 26. Belə uşaqlar yəqin ki artıq ifadələr sizə başa düşürlər. Format adı necə işləyəcək? Gəlin indi ikinci əməlləri yerinə yetirin. Deməli birinci nə etməmiz lazımdır? Birincisi 4'ü kvadrata yüksəldərik 16. Sonra 10'u kvadrata yüksəldərik 100. Sonra 5'i kvadrata yüksəldərik 25. Daha sonra toplama və çıxmanı ardıcıl eləyirik. 100'ün üstünə 16 gəndə 116 çıxacaq 25. Deməli biz 116'dan da 25'i çıxdıqda qalacaq 91. İkincisi uşaqlar. 10 üstü 6. Yəni bunu B variantını aşağıdan yazaq çünki biraz uzundur. 10 üstü 6 üstə gəl 10 üstü 5 çıx 10 üstü 4. 10 üstü 6 sıfırları altdan yazmaq deməkdir. Yəni nə? 1 milyon. Üstə gəl 10 üstü 5 100 min. Çıxılsın 10 üstü 4 10 min. Bərabərdir. Deməli uşaqlar 1 milyondan çıxacaq 1 milyonun üzərinə gələcəyik 100 mini və alınan ədəddən çıxacaq nəyi? 10 mini. Cavab eləyəcək uşaqlar nə qədər? 1 milyon 90 min. Vəssalam. Keçək C variantına. Buradan yaza bilərik. 3'ün kubu 27 eləyir. Vurulsun. 10 üstü 5. 10'u 5 dəfə yazmaqdır. 2, 4, 5 dənə 0. Bölünsün. 2'nin kvadratı 4 eləyir. Bərabərdir. Fərqi yoxdur. Öncə bölüb də vura bilərik və yaxud da sırayla. Öncə 27'ni nəyə vuracam? 100 minə vuranda eləyəcək 27, 2 milyon 700 min. Bölünsün 4. İndi 2 milyon 700 mini 4'e bölsək alınacaq cavab 675 min. Keçək D variantına. 12'nin kvadratı uşaqlar. Birinci bax 12'nin kvadratını işləyirik. İkinci 9'un kvadratını işləyirik. Üçüncü 2'nin kvadratını işləyirik. Dördüncü çıxırıq. Beşinci toplayırıq. Mən bunu o kvadratları birbaşa yazacağım. Deməli neyini? 12'nin kvadratı eləyir 144. Çıxılsın. 9'un kvadratı 81. Üstə gəl 2'nin kvadratı 4. 144'dən indi uşaqlar deməli öncə çıxarıq 81'i. Eləyir 63. Üzərinə də 4 gəndə 67. Keçirik Y variantına. Birinci necə? 10'u üstü 4 yazacağım. İkinci 10 üstü 3 yazacağım. Üçüncü 10'un kvadratı. Dördüncü toplayacağım. Beşinci isə çıxacağım. Deməli 10 üstü 4 nə verəcək bizə uşaqlar? 10 min. Üstə gəlsin 10 üstü 3 1000 verir. Çıxırıq 10 üstü 2 100. Deməli 10 min üstünə 100 gəndə 10 min 100 alınır. 10 min 100'dən çıxanda 100'ü çıxanda da qalacaq nə qədər?
10.900. Vəssalam. Keçirik digəri. 20-nin kvadratının birinci işləyəcək. Alınacaq nə qədər? 400. 30-un kubu eləyəcək 27.000. 12-nin kubu isə neçə eləyəcək uşaqlar? 12-ni 3 dəfə özünə vurmalıyıq. 12-ni 12-yə vuranda 144 eləyir. 144-ü 12-yə vuranda 1728 alınacaq. Və öncə nə edərik? 400-ün üzərinə gələrik 27.000-i. Eləcə 27.400. Çıxacaq 1728. Qalacaq 25.672. Keçək növbəti sonuncuya. 15-in kvadratı eləyəcək 225. Üstə gəl 11-in kubu. 11-in kubu. 11-in 3 dəfə özünə vuracaqdı elə bil. Bu da eləyəcək 11-i 11-ə vuranda 121, 121-i 11-ə vuranda 1331. Çıxılsın 12-in kvadratı 144. Deməli, öncə 225-in üzərinə gələrək 1331-i, alınacaq 1556, çıxacaq 144-ü, o da olacaq 1412. Sonra birinci 10-u kvadrata yüksəltərik uşaqlar, sonra vurarıq 10-a. Alınan ifadəndə çıxarıq onun kubunu. Onun kvadratı 100 eləyir. 10 vurulsun 100, çıxılsın, digərdə 1000 eləyir. Bu da 1000 çıx 1000, yəni 0 verir bizə. Sonra burada 2-nin kubu 8-dir. Öncə nə edərəm? 24-ü bölərəm 8-ə, üstə gəlsin. 4-ün kvadratı 16-dır. 3-ü də 16-ya vuracaq. 24 8-ə bölündə 3 qalır. 3 16-ya vuranda 48, cəmləyəndə 51 edəcək. Bu səhvə ilə qurtardıq uşaqlar. Keçirik 3-cü ifadəyə. Deyək ki, indi mötərizələr varsa nə edəsiniz? Birincisi uşaqlar, unutmayın, mötərizənin içərisində işləməliyik. Deməli, burada baxın. Burada nə edəcəyik? Yəni, biraz qələmi nazildəyik. Ən nazizdəymiş. Baxın, birinci nə edirik? Birinci mötərizənin içərisində işləyirik təbii ki. Mötərizənin içərisində nə var? 3-ün kubu 27-dir. Çıxılsın. 2-nin kvadratı nədir? 4-dür. Çox naziddim qələmi. Sonra bunu da alınan ifadəni də 5-ə vuracam. Deməli, 27-dən 4 çıxanda qalacaq 23. 23-ü də 5-ə vuranda 3-ü 5, 15 bir yadda. 2 dəfə 3, 10, 11, 115 eləyir. İndi ikinciyə keçək uşaqlar. Baxın ikinciyə. Üstləri silə-silə gedəcəm. Bir dəqiqə. İndi birinci mötərizəni işləyərəm. 8-i vuraram 12-yə. 8-i 12-yə vuranda eləyəcək 96. Çıxacam indi 9-un kvadratı. 9-un kvadratı nədir uşaqlar? 81. Və alınan ifadənin 6-ın kvadratına, yəni 36-ya vuracam. 96-dan 81 çıxanda qalır 15. 15-də 36-ya vuranda, necə biz keçən dərs öyrəndik? 10 üstə gəl 5 kimi yazıb vurarıq 36-ya. Bu da eləyəcək 10-u 36-ya vuranda 360. 5-i 36-ya vuranda neçə eləyərsə 180. 180-dən də 360-ı toplayanda qalacaq nə qədər? 540. Keçək növbətini işləmək indi. Dediyim kimi üstləri silə-silə işləyəcəm bu dəfə. Deməli, nə edərik birinci? Mötərizənin içərisini işləyir. 6-ın kvadratı 36 eləyir. 3-ü 12-yə vuranda da 36 eləyir. Və 36-dan 36 çıxında 345-i vuracam. 345 vurulsun. 36-dan 36 çıxında 0. Yəni cavab 0 olacaq. Keçək D variantına. 8-in kubu, uşaqlar, 8 vur 8, 64 eləyir və 64 8-ə vuranda 512 eləyir. 512-dən çıxırıq 128-ə öncə. Alınan ədədi böləsi 2-in kubu, yəni 8-ə. Deməli, 512-dən çıxanda 128 eləyir 384. 384-ü də böləndə 8-ə düşür 48. Keçək digərinə uşaqlar. Digərinə. Deməli, nə verib mənə? Öncə ilə mötərizənin içini işləyirəm. 3-ün kvadratı 9. 2-in kvadratı 4. 741-i də bölürəm. Nəyə? 9-un üstünə 4 gələndə eləyəcək 13. 741-i böləcək 13-ə. Bu da 741 bölünsün 13 bizə verəcək 57-ni. Keçirik digərində. Mötərizənin öncə içini işləyərəm. 3-ün üstünə 4 gələrəm 7. 7-in kuba yüksəldib üzərinə gələcəm. 315-i 45-ə bölmək. 315-i böləndə 45-ə düşür 7. Deməli, 7-in kubu eləyəcək 7 vur 7, 49. Bir dənə də 7 vuranda 343.
Üzərinə də 7 gələndə alınacaq 350. Keçirik növbəti G variantına. Öncə altın kubu yüksəldərik. Altın kubu uşaqlar altın 6-ya vuranda 36, 36-ın 6-ya vuranda 216. 216-dan çıxıram 4-ün kubunu, yəni 64-ü. Və bölərəm 19 alınan ifadəni. Deməli 216-dan 64 çıxanda qalır 152. 152-ni də 19-a böləndə neçə düşəcək? 8 düşəcək. Keçirik növbətini işləməyə. Öncə nə edərəm? 4-ün kvadratı 16, sonra 3-ü 5-ə vuraram 15 və kubu vurub 23-ə vuracam. 16-dan 15 çıxanda 1, 1-in kubu elə 1-dir, 1-i də 23-ə vuranda cavab 23-ün özü eləyəcək. Digərində 115-i öncə 5-ə bölərəm uşaqlar. 115-i 5-ə böləndə burada düşür 23. Üzərinə gələrəm 7-ni və bölərəm 6-ın kvadratı 36, çıxaram 6. Bərabərdir. 23-ün üstünə 7 gəndə 30 eləyir. 36-dan 6 çıxanda 30 eləyir. 30-u 30-a böləndə cavab 1 qalacaq. Belə, keçək indi növbətinə. Öyrənmədik ki, elmi kalkulyatorla hesablamalar zamanı daha mürəkkəb hesablamalar aparmaq üçün elmi kalkulyatordan istifadə olunur. Məsələn, elmi kalkulyatorda 14 çıxılsın 2-nin kubu böl, 4 vur 2 vur 6 istifadə edən zaman öncə nə etməliyik uşaqlar? Deməli, birincisi hansı düymələrdir ardıcıllıqla basmaq lazımdır. 14 çıxılsın 2 bu işarədən istifadə olunur, yəni üzü yuxarı. Bu nə deməkdir? Bölünsün deməkdir. Daha doğrusu yox, üstü qüvvət deməkdir. Üzəri 3 bölünsün, mötərizə 4 vurulsun, 2 çıxılsın 6. Birinci bunu biz özümüz hesablasaq necə olur uşaqlar? 4-ü 2-yə vuracaq 8, 8-dən 6 çıxasıq 2. 2-nin kubu 8, 8-i 4-ə böləsik 4 və 14-dən 4 çıxasıq cavab 10. Yəni cavabımız 10 eləyəcək. Siz də kalkulyatordan bunu yoxlayın. İndi buradakı suallar deyir, elmi kalkulyatordan istifadə etməklə hesablamaq lazımdır. Deməli, onda gəlin siz də kalkulyatorlarınızı açın, mən də kalkulyatorlarımı açım və biz bunu hesablamağa başlayaq uşaqlar. Deməli, nə edəcək 4-cü sualın izahında? Baxın, birincisi 17-nin kvadratı yüksəldərik. 17-ni vuracaq 17-yə. Alınacaq neçə? 289. 289. Bir də mən uçqan biraz qaraldım. Çox açıqdır. 289 çıxılsın. 3458-i bölün 14-ə. Düşəcək 247. Üstə gəlsin. 384-ü vurun 8-ə. Alınacaq 3072. Daha sonra deməli 289-dan çıxacaqsınız 247-ni və üzərinə gələsiniz 3072-ni. Alınacaq 3114. Siz də yoxlayın görək düz alındı mı? B variantında indi uşaqlar. Birinci nə edəcək? Təbii ki, mötərizənin içərisini işləyərik. 1.337.782-ni böləcək 142-yə. Çıxacaq 9411-i. Alınan ifadəni kuba yüksəldəcək və 784.925-dən alınan cavabı çıxacaq. Belə deyim, siz bunların hər birini hesablayın. Mən bunların sizə cavablarını yazacağım birbaşa. İndi ekranda siz hamısının cavablarını görəcəksiniz və siz özünüz yoxlayın. Hansı ki sizdə eyni alınmasa, rəy bölməsində yazın və beləcə sizə daha ətraflı izah verim. Buyurun uşaqlar, indi cavablara baxın siz. Daha sonra keçək 5. 5-ci suala. Mötərizələrə elə qoyun ki, alınan bərabərlik doğru olsun deyir. Deməli, nə edərik uşaqlar? Baxaq. 2 vurulsun 3-ün kvadratı 9-dur. 2 vur 9 çıx 4 üstə gəl 1. 18, 18-dən 4 çıxanda 14 üstünə 1 gəlində alınmır. Deməli, öncə nə edərik? Məsəl üçün, mötərizəni belə qoysaq görək alınar. 9-dan 4 çıxanda 5, aha, bəli. Deməli, birinci ifadədə uşaqlar, mötərizələri mən gətirib buradan qoyaram. Öncə 3-ün kvadratından 9-dan, yəni 2 vurulsun 9, çıx 4, üstə gəl 1. Bu da eləyir. 2 vur 5, üstə gəl 1, yəni 10, üstə gəl 1, yəni 11. Belə. Keçək indi ikinciyə. Aha, cavab deyir 12 alınsın. 12 alınsın. Məsələn, bura qoysaq görək alınar. 4-dən 1 çıxanda 3, 12-ni 3-ə böləndə 4, 2-nin kubu 8, 8-in üstünə 4 gəndə 12 alınır. Bəli, deməli, mötərizə buradan olacaq. Digər C-yə baxın.
Məsələn, mötərizəni belə qoysaq. 25-dən 5 çıxanda 20 qalacaq. Onun kubu 1000 eləyir. 1000-i 20-yə böldükdə qalacaq 50. 50-ni də 2-yə vuranda cavab eləyəcək 100. Bəli, deməli mötərizəni ortadan qoyasıyıq. Keçirik, hesablayın və müqayisə edin deyir. İki ifadəni hesablayacağıq və müqayisə edəcəyik. Deməli, gəlin hesablayaq uşaqlar. Birincisi nə edərəm? 153-ü bölərəm 2-nin kubu, yəni 9-a. 153-ü də 9-a böldükdə düşəcək 17. Deməli, birincinin cavabı 17-dir. İkinci və çıxılsın 2 var. 17-dən də 2 çıxanda 15 qalır. İkincisi, 4-ün kubu 64-dür. 64 8-ə bölündə cavab 8 eləyir. 8-in üstünə 7 gəndə 15 eləyir. Deməli, bu ifadələr bir-birinə bərabərdir. Keçək B variantına. 7-nin kvadratı 49 eləyir. Çıxaram. 16-nı çevirəndə 48 eləyir. Vuraram 6-ya. 49-dan 48 çıxanda 1. 1-i 6-ya vuranda cavab eləyəcək 6. Deməli, birinci ifadənin cavabı 6-dır. İkinci, 2-nin kvadratı 4. 11-in kvadratı 121. Bölərəm 5-ə. Eləyəcək 125 bölünsün 5. Bu da bizə verir 5. 5-in üstünə də 15 gələcək. Cavab eləyəcək 20. Təbii ki, hansı böyükdür? İkinci ifadə daha böyükdür. 7. Uyğun ədədi ifadə yazın və qiyməti hesablayın. Onun kubu ilə 567-nin cəmi. Onun kubu uşaqlar 1000 eləyir. Üstə gəl 567 olacaq 1567. İkincisində deyir ki, 19-un kvadratı ilə 4-ün kubunun fərqini tapın. 19-un kvadratı 361-dir. 361-dən çıxarıq 4-ün kubunu, yəni 64-dür. Cavab eləyəcək neçə uşaqlar? 297. Necə yazırıq bəs bunun yazılış forması? Onun kubu üstə gəlsin 567 birinci, ikincidə isə 19-un kvadratı çıxılsın 4-ün kubu. Belə yazırıq. C variantında onun 4-cü qüvvəti və 8-in kubunun cəminin bölünsün 16-nı istəyir bizdən. Deməli, necə yazarıq uşaqlar? Deməli, bərabərdir. Onun 4-cü qüvvəti, yəni 10 üstü 4 və 8-in kubunun cəmi bölünsün 16. Deməli, öncə 10 üstü 4 yazacağıq. Yəni nəyi? 10.000. Üstünə gələsik 8-in kubu. Bu da eləyəcək 512. Və alınan cəmi böləcək 16-ya. Bu da eləyəcək. Deməli, 10.000-in üzərinə 512 gələndə 10.512 böləcək 16-ya düşəcək 657. 4-ün kubu ilə, deməli 4-ün kubu ilə 5-in kvadratının fərqi 6 ilə hasilə. Deməli, bunu 6-ya vurasıyıq. 4-ün kubu 64-dür. 5-in kvadratı 25-dir. 64-dən 25 çıxanda qalacaq 39. 39-u da vuracaq 6-ya. 39-u da 6-ya vuranda düşəcək 234. Keçək növbəti 8 nömrəli suala. 8 nömrəli sual sonuncu səhifədir. Deyir, yadda saxla. Ədədi ifadədə iç-içə bir neçə mötərizə varsa, əməllər ən içərdəki mötərizədən başlamaqla hesablanacaq. Nümunə veribdir. İndi nümunəyə siz baxarsınız. Gəlin biz birincidən hesablayaq. Görürük, burada 2 dənə mötərizə var. Birinci hansı mötərizəni işləsik? Təbii ki, ən içərdəkini. Ən içərdəki mötərizə bizə nə deyir? Gəlin, bu tərəfi siləcəm. Daha geniş yazacağım ifadələr. Sonra bir-bir gətirəcəm. Birincisi, baxın. Yazaram 6 çıxılsın. Öncə birinci mötərizəni işləyərəm. 2-ni 7-yə vuraram 14. Üzərinə də 1-i gələrəm 15. Deməli, burada davam eləyəndə. Bu da eləyir 6 çıxılsın. 15 bölünsün 5. Vurulsun 3. Mötərizədən kənarda. Bu da eləyir 6 çıxılsın. 15-i öncə 5-ə bölərəm. Çünki bölmə birinci işlənir. Və 6-dan 3 çıxacam. Qalacaq neçə? 3. 3-ü də 5-ə vuracam. Cavab 15. İkincisində. Öncə birinci nəyi işləyərik uşaqlar? Bu hissəni işləyərik. İkinci toplamanı eləyərik. Üçüncü bölməni, çıxmanı eləyəsik. Dördüncü isə böləsik. Deməli, birinci yazaram mötərizədə 57 çıxılsın. Aç mötərizə. 12-ni 3-ə vuraram 36. Üzərinə 3 gələrəm. Bu da eləyəcək neçə? 57 çıxılsın 39 eləyəsidir. 57-dən 39 çıxanda qalacaq neçə? 20, 18, yox.
18. 18'də 6'ya böləndə cavab 3 eləyir. Üçüncüsü C variantına baxın. 10'un kubu eləyir 1000. Bu qalsın. Çıx. Aç mərtəzə. 24 vurulsun. Öncə 8-dən 3 çıxaram. 5 yazaram. Üstə gəl 9'un kvadratı 81 eləyir. Deməli yazaram 1000 çıx. 24'ü 5'ə vuraram 120. 120'nin üstünə 81 gəldi 201. Və 1000-dən 201'i çıxacam. Qalacaq 799. Keçək digər varianta. Gəlin buranı silim. İkincisini hesablayasıq uşaqlar. Mən biraz sürətli yazacağım. Siz asta-asta yazın. Öncə birinci bu mərtəzəni işləyirəm. 6'ın üstünə 4 gələndə eləyəcək neçə? 10. Sonra ikinci mərtəzədən deməli nə yazılıb? 15 çıxılsın. 48 bölü 3 çıx 10. Bərabərdir. 15 çıxılsın. 48'i 3'ə bölərəm. 48'i 3'ə böləndə 16. 16'dan da 10 çıxacam. Qalacaq 6. 15 çıx 6 da bizə verəcək neçə? 9'u. Aşağıdakini işləyirəm. Öncə 4'ün kvadratı 16 eləyir. 16'dan 4 çıxanda qalacaq 12. Yazacağım. 1 üstə gəl 60 bölü 12. Vur 15. Bərabərdir. 60 12'yə böləndə 5. 5'in üstünə 1 gələndə 6. 6'ını da 15'ə vuranda eləyəcək 90. Növbəti. 2'ni 3'ə vuraram 6. Üstünə 1 gələrəm. Eləyəcək bu ifadə mərtəzə 7. Və 20'dən öncə 7'ni çıxaram. Alınan ifadəni 4'ə vuraram. 20'dən 7 çıxanda 13. 13'ü 4'ə vuranda 52. Keçək digərini işləməyə. Deməli, G variantını işləyirik. Nə edəcək öncəliklə? Birinci 30'dan 10'u çıxarıq. Qalacaq 20. Sonra 30'dan 20'ni çıxarıq. Qalacaq 10. 34'ü də 10'a böləcəyik. 10'a bölmə zamanı uşaqlar vergül gəlir. Bilmirəm, bunu keçmisiniz mi, keçməmisiniz? Yəqin keçmisiniz, yoxsa verməzlər. Digərində. Öncəliklə nə işləyəcək uşaqlar? Öncə 28'i 7'yə bölərəm. Alınar 4. Birinci bunu işləyəcəm. Sonra bundan 1 çıxacam. Olacaq 3. Deməli, nə qaldı? 6 vurulsun. 3. Deməli, dedik ki, 28'i 7'yə böldük 4. 4'dən də 1 çıxdıq 3. Vur 9. Üstə gəl 3'ün kubu, yəni 27. Bərabərdir. 6'nı vuracağım. 3'ün kvadratı kubu. Daha doğrusu 9 vur 3. 27. Üstə gəl 27'yə. 27'nin üstünə 27 gəndə 54. 6'nı da vuracağım 54'ə. 54'də 6'ya vuranda qalacaq 324. Gəlin indi I variantını işləyək. Birincisi nə edirəm? 4 kvadrat yüksəltərəm 16. 16'dan 9'u çıxaram. Aha. Bu da eləyəcək neçə? 16'dan 9 çıxanda 7. 7'ni vuracağım 2'yə və çıxacağım 1'i. Bu da bizə verəcək neçə? 7'ni 2'yə vuranda 14. 14'dən 1'i çıxasıyıq. Verəcək bizə 13. Digər də 7'dən 4 çıxanda qalacaq 3. 13'ü 3'ə vuranda 39 eləyəcək. Belə uşaqlar bunu qurtardıq. Keçirik məsələ həlli. Uyğun ədədi ifadə yazmaqla məsələni həll edin. Aynurun fikrində tutduğu ədəd, bilmirəm neçədir. 8'in kubundan, deməli 8'in kubundan 463 vahid kiçikdir. O fikrində hansı ədəd tutmuşdur? Öncə nə edəcəm? 8'i kuba yüksəltəcəm. Eləyəcək 512. 512'dən 463 çıxacaq. Bu da bizə verəcək 49. Deməli, Aynur fikrində 49 tutulmuş. Keçək 10 nömrəli suala. Müştəri 2 ədəd xalça aldı. Xalçalardan birinin tərəfi 2 olan kvadrat formasında, digəri isə n2 uzunluğunda olan tərəfi 2 olan kvadrat, digər isə n2 uzunluğu 3 olan düzbucaqlı formasındadır. Bu xalçaların 1 metr kvadratın qiyməti 43 manatdır. Müştəri cəmi neçə manat pul ödədi? Deməli, öncə sahələri taparam. Deməli, 1 metr üçün 43 ödəyibsə, yazıram 43 vurulsun, aç mərtəzə. Öncə sahəni tapanda 2'ni 2'yə vuraram. Sonra digərini yazaram. 3'ü 2'yə vuraram. Bərabərdir. Daha doğrusu üstə gəlsin. Yəni bir daha yazım. Deməli, birinci yazaram ki, 43 vurulsun, 2 vur 2. Üstə gəl, 43 vurulsun, 2 vur 3. Bu da eləyəcək. Çünki niyə sahələri tapıb neçə metr kvadrat olduğunu tapmalıyıq axı. 43'ü vuracam 4'ə, üstə gəl. 43'ü vuracam 6'ya.
Bu da eləyəcək 43 vur 4. 43'ü 4'e vuranda eləyəcək 172. Üstə gəl 43'ü 6'ya vuranda 258. Toplayanda da eləyəcək neçə uşaqlar? 430. Keçək 11'ə. Şəkildə düzbucaqlı eni uzunluğundan 60 sm qısadır. Mavi hissən sahəsi neçə kvadrat santimetrdir? Mavi hissən sahəsini tapmaq üçün nə edərik? En uzunluğuna 60 sm qısadırsa, deməli enin üzərinə uzunluğu gəlsək, daha doğrusu üzərinə 60'ı gəlsək uzunluğu taparıq. Deməli uzunluq 150'ymiş. O zaman mavi hissəni tapmaq üçün ümumi sahədən, yəni nə? 150 vurulsun 90'dan çıxarıq kvadratın sahəsini, yəni 70 vur 70'e. Bərabər. Bu da nə eləyəcək? 150 vur 90 çıx 70'in kvadratı kimi yazacaq. 150'ni 90'a vuranda eləyəcək 0 0. 15'i 9'a vuranda qalacaq neçə? 1300 13500. Belə. 13500 çıxılsın 70'i 70'e vuranda da 4900 alınır. Bərabərdir. 13500'dən 4900'ü çıxanda qalacaq 8600. Növbəti 12. Tili, gəlin buraları silək. Tili 78 olan taxta və bizə deyir kalkulyatordan hesablayın. Tili 78 olan taxta kubun bir küncündən ölçülür. 34, 46 və 28 olan kuboid kəsib götürülür. Qalan fiqurun həcmi nə qədərdir? Demək, öncəliklə ümumi həcm nəyə bərabərdir? 78 vur 78, yəni nə? Kub olduğu üçün deyirik ki, 78'in kubu çıxacaq nəyi? 28 vur 46 vur 34'ü. Və salam. Bunu da kalkulyatordan hesablamalıyıq. 78'in kubu uşaqlar eləyəcək 474.552. Çıx. 28'i vuracağıq 46'ya, onu da vuracağıq 34'ə, alınacaq 43.792. Və 474.522'dən 43.792 çıxanda 430.730 qalacaq. Deməli, qalan fiqurun həcmi 430.730 imiş. Belə uşaqlar, bu mövzunda sizinlə yekunlaşdırdıq. Əgər abunə olsanız, növbəti videolarda rahatlıqla görüşə bilərik.